Herkese salam. Davam edirik Biyologiya fənnindən Respublika fənn müsabiqələrinə hazırlıq test vəsaitinin bölmə 3 sınav 2-nin izahı ilə. İlk sualımızla başlayaq. Toxumları su vasitəsilə yayılmayan bitkini müəyyən edin. Biz bilirik ki, şanagülə, suzanbağı, kakos bu kimi bitkilərin toxumları su vasitəsilə yayılır və burada quşarmudu heyvanlar vasitəsilə meyvələri quşarmudunun heyvanlar vasitəsilə yeyilir və bu şəkildə heyvanlarla yayılmış olacaq. Üç fərqli iki cinsli çiçək verilmişdir. Baxırıq, hər birində dişicik və erkəkcik var, lakin erkəkçiklərin uzunluqları fərqlənir. A bitkisində erkəkçiklər daha qısa, B bitkisində erkəkçiklər daha uzun, C bitkisində isə erkəkçiklər dişicik bərabərliyində yerləşir. Bu çiçəklərdən əmələ gələn toxumların genetik müxtəlifliyini azdan çoxa doğru düzün. Burada məntiqimiz nə olacaq? Belə deyək ki, öz-özünə tozlanma ehtimalını daha çox olduğu bitkidə müxtəliflik daha azdır. Hansı bitkinin ki, erkəkçikləri daha yuxarıda yerləşir, onun öz-özünə tozlanma ehtimalı çoxdur. Öz-özünə tozlanan bir bitkinin də genetik müxtəlifliyi daha az olur. Çünki özünün spermi, özünün yumurta hüceyrəsini mayalandıracağı üçün müxtəliflik də daha az olmuş olacaq. Deməli, burada ən çox öz-özünə tozlanma ehtimalı B bitkisindədir. Çünki erkəkçiklər rahatlıqla tozcuqlarını dişicik ağaclığına tökülməsi baş verə bilər. Daha sonra belə deyək, daha yaxın ehtimalımız burada olacaq. İkinci, müəyyən qədər bərabərlikdə yerləşir. Dişiciklə erkəkçiklər bərabərdir. İkinci ehtimalımız C-dir. Yəni bunlar da yəni aya nəzərən C-nin daha çox öz-özünə tozlanmaq ehtimalı vardır. Deyək ki, misal üçün həşərat gəldi, qondu, çox ani bir təmasla erkəkçiyin tozluğuna toxunmaqla tozlanmanı apara bilər. Ona görə də B ən az genetik müxtəlifliyə, daha sonra isə C B-dən bir qədər fərqli genetik, daha çox genetik müxtəlifliyə səbəb ola bilər. Lakin A-ya nəzərən daha az genetik müxtəlifliyi var. Ən çox genetik müxtəliflik də A-da olacaq. Yəni ən çox deməli A-da olacaq. Daha sonra C-də olacaq. Ən azı isə B-də olmuş olacaq. Müxtəlifliyi azdan çoxa doğru deyirsə, azımız, ən azımız B-dir, sonra C, daha sonra isə A gələcək. Cavabımızı müəyyən edirik. A bəndi. Davam edirik. Üçüncü sualda deyir ki, şəkildə göstərilmişdir. Bu həşərat vasitəsilə tozlanmadır. Ümumiyyətlə anemofiliya ümumiyyətlə heyvanlar vasitəsilə tozlanmadır. Ornitofiliya quşlar vasitəsilə tozlanma. Entomofiliya həşəratlar vasitəsilə tozlanma. Xeropterofiliya isə yarasa vasitəsilə tozlanmadır. Ona görə həşərat vasitəsilə tozlanma təsvir olunmuşdursa cavabımızı B variantı olaraq müəyyən etmiş oluruq. Aşağıdakı sxemlərdə bitki üzərində erkəkçik və dişiciklərin yerləşməsi göstərilmişdir. Sxema əsasən verilmiş fikirlərdən hansı düzgündür? Mən baxıram ki, birinci A bitkisində erkəkcik və dişicik eyni bir bitkinin üzərində eyni bir çiçəyində yerləşirsə, demək ki, bu bitki bir evli bitkidir və iki cinsli çiçəyə sahibdir. Deməli, bir evli bitkidir və bunun iki cinsli çiçəkləri vardır. Ona görə birinci bitkimiz A bitkisi iki evli bitkidir deyirsə, bu ifadə yanlış olacaq. Daha sonra baxıram B bitkisinə. B bitkisində yalnız dişicik görürəm. C bitkisində isə yalnız erkəkcik görürəm. Demək, bu nə deməkdir? Erkəkcik və dişiciklər ayrı-ayrı evlərdə oturur. O zaman bu bitki iki evli bir bitkidir. Bu bitki də həmçinin iki evli bir bitkidir və bunların çiçəkləri avtomatik nə olacaq? Bir cinsli çiçək. Bitkilərimiz deməli bitki olar ya bir evli ya iki evli. Bizim bitkilərimiz iki evlidir. Çiçəklərimiz isə ya bir cinsli olar ya iki cinsli olar. Burada da çiçəklərimiz bir cinsli çiçəkdir. Deməli, bizim B bitkimiz bir cinsli çiçəyə malikdir, iki cinsli deyirsə yanlışdır. C bitkisi albalı bitkisində ola bilər. Xeyr, albalı bitkisinin bir çiçəyində həm dişicik, həm erkəkçiyə sahibdir. Albalı bitkisi hermafrodit çiçəyə malikdir. O zaman onların albalının çiçəkləri bir evli bitkidir albalı və çiçəkləri də iki cinslidir. Ona görə albalı ola bilməz. C bitkisi iki evli ola bilərmi? Bəli, mən görürəm ki, yalnız erkəkçiyə sahibdir. Demək ki, dişicilər başqa bir bitkinin üzərində. Demək ki, iki evli bir bitkidir. Cavabımızı müəyyən edirik. D bəndi. Beşinci sualımızla davam edirik. Cədvələ əsasən hansı ifadə yanlışdır? Cədvəldə nə verilib? X, Y və Z canlıları verilib və onların fərdi inkişafında hüceyrələrində rast gələn xromosom yığımları verilib. Baxıram, mən Y ilə getmək istəyirəm.
belə deyək, canlımızda xromosom yığma haploid hüceyrəmiz var, diploid hüceyrəmiz var, triploid hüceyrəmiz varsa endosperm ağlıma gəlir və bunun örtülü toxumlu bitki olduğunu yəqin edə bilirəm. Deməli, örtülü toxumlu bitkilərdə endosperm mərkəzi hüceyrə və spermin birləşməsindən yaranır. Diploid bir bitkinin mərkəzi hüceyrəsi diploid, spermi haploid, endospermi nə olur? Triploid. Demək ki, triploid bir hüceyrəyə rast gələ bilirəmsə, bu örtülü toxumlu bitki ola bilər. Dəqiqliyi ilə təsdiqləyək ki, deməli, misal üçün örtülü toxumlu bir bitkinin spermləri və yumurta hüceyrəsi haploiddir. Örtülü toxumlu bir bitkinin bədən hüceyrəsi, somatik hüceyrələr, yəni bədən hüceyrələri, daha sonra zigotu diploiddir. Zigotdan yaranan bədən hüceyrələrini o zaman nə götürəcəyik? Diploid götürəcəyik. Deməli, deməli bizdə nə olacaq? Örtülü toxumlu bitki. Y ilə bağlı xüsusiyyətimizi B variantından baxmaq istəyirəm. Y canlısı mayalama zamanı 3 qameti iştirak edə bilər. 2 qat mayalama prosesi gedir örtülü toxumlu bitkilərdə. İştirak edir mərkəzi hüceyrə, yumurta hüceyrə və 2 ədəd də sperm. Və yadımızda saxlayacaq ki, 2 qat mayalamada bəli 4 hüceyrə iştirak edir, lakin bunun 3'ü qametdir. Biri dişi qamet, ikisi isə erkek qamet olmaqla 3 qamet iştirak edir. Bu fikir bizdə doğru səslənəcək. 3 qamet iştirak edir, bəli örtülü toxumlu bitkidir, 4 hüceyrə, lakin bunun 3'ü qamet olacaq. Baxıram digər canlılarıma, X və Z canlılarına baxacağım. Z canlısında yalnız N xromosom yığımını görürəmsə, bu bakteriya ola bilər, çünki bakteriyalarda yalnız bir ədəd deməli haploid yığımında olan xromosoma rast gəlmək mümkündür. Bakteriyaların belə deyək, xromosom yığımı haploiddir. Ona görə yalnız bakteriyanı misal göstərə bilərik bura. X deməli canlısı bakteriya olar. X canlısı bitkilər aləminə aid edilə bilməz. Bu doğru deməli X canlısı üzrə Z canlısı bakteriyadır. Z canlısı ilə bağlı bizə nə verib? Deyir ki, Z canlısının hüceyrəsində formalaşmış nüvəyə təsadüf olunmaya bilər. Bəli, bu doğru fikirdir. Çünki Z canlısı bakteriyadır. Bakteriya prokaryotdur. Prokaryotdursa onun formalaşmış nüvəsi olmayacaq. O zaman Z canlısında yalnız haploid misal üçün xromosom yığımı varsa, əgər Z canlısı bakteriya hüceyrəsi olarsa təsadüf olunmaya bilər. Daha sonra X canlısı bitkilər aləminə aid edilə bilməz. X canlısı həm haploid, həm diploid xromosom yığımına malikdir. Biz bilirik ki, mamırlar və qıcı kimlərdə haploid spor, haploid protonema və protal, misal üçün mamırın protoneması haploiddir. Spordan yaranan protonema haploiddir. Qıcının spordan yaranan protalı haploiddir. Mamırın antiridisi, arxigonisi haploiddir. Mamırın bədən hüceyrəsi, yarpağı, gövdəsi, rizoidi haploid xromosom yığımındadır. Həmçinin yumurta hüceyrə və spermatozoid haploiddir. Eyni ilə qışı kimlərdə də deməli antiridi, arxigoni, spermatozoid, yumurta hüceyrə, spor, protal bunlar haploid xromosom yığımındadır. Lakin qışı kimlərdə zigot, diploid xromosom yığımındadır. Zigotdan inkişaf edən yetkin bitkiyə aid olan yarpaq, gövdə, kökümsov, sporangi bunlar diploid xromosom yığımındadır. Misal üçün mamırda diploid xromosom yığımında olacaq zigotdan inkişaf edən dişi bitki üzərində zigotdan inkişaf edən ayaqcığı olan qutucuq bu diploid xromosom yığımındadır. Qutucuğa aid hissələrin hər birini diploid götürəcək. Lakin qutucuq içərisində və sporangi daxilində, mamırda qutucuq içərisində, qıcıda sporangi daxilində olan sporlar meyoz bölünmə ilə yaranır. Bunların xromosom yığımı haploiddir. Belə toparlasaq, qıcı kimilərdə və mamırlarda spordan inkişaf edənlər haploid xromosom yığımında olacaq. Spordan inkişaf edən strukturlar haploid xromosom yığımında, zigotdan inkişaf edən strukturlar diploid xromosom yığımındadır və triploidimizdə yoxdur. Triploid xromosom yığımına mamır və qıcı kimlərdə rast gəlinmir. Deməli, X canlısı mamır və qıcı kimi ola bilər. Təbii ki, bu heyvan orqanizmi də ola bilər, aydın məsələdir ki, yəni heyvan orqanizmində də cins hüceyrə haploiddir, mayalanmadan zigot yaranır, diploiddir, bədən hüceyrəsi diploiddir. İndi heyvan orqanizmi də ola bilər, eyni ilə mamır, qıcı kimi də ola bilər. Burada indi bitkilər haqqında xüsusiyyətləri gördüyümüzə görə X canlısı bitkilər aləminə aid edilə bilməz. Bu yanlış fikirdir. Mamır ola bilər, qıcı kimi ola bilər. Ona görə yanlışdır. X canlısı sporla çoxala bilər. Az öncə mamırın, qıcının inkişaf dövriyyəsində deməli qıcı kimilərdə sporangi daxilində yaranan sporu, mamırlarda isə qutucuq daxilində yaranan sporun haploid olduğunu gördük. Yəni sporla çoxalma burada təbii ki var.
Cavabımızı müəyyən edirik. A bəndi. Verilən bitkilərin neçəsinin yumurta hüceyrələrin mayalanması üçün su mühiti vacibdir. Biz bilirik ki, mamırlar və qıcı kimilərdə erkək qamet spermatozoiddir, qamçılıdır. Bu qamçının üzməsi üçün maye lazımdır. Mayalanması su mühitində gedəcək mamırlar və qıcı kimilər. Amma çılpaq toxumlar və örtülü toxumlularda erkək qamet spermdir. Mayalanma sudan asılı olmadan tozcuq borusunun iştirakı ilə gedir. Yəni daha doğrusu mayalanmada tozcuq borusu e, tozcuq dənəciyinin yumurtacığa doğru çatmasını təmin edir. Burada adi şam, çılpaq toxumludur, erkək qameti sperm. Buğda örtülü toxumludur, erkək qameti sperm. Lalə, albalı, bunlar örtülü toxumludur, erkek qameti sperm adlanır və sperm hərəkətli deyil, maye mühit olmadan tozcuq dənəciyinin, tozcuq borusunun hesabına tozcuq dənəciyi gedib şeyməyə çatır. Yəni yumurtacığı tapır. Davam edirik 7-ci sualımız ilə. Küləklə tozlanması baş verən bitkiləri müəyyən edin. Buradan müəyyən edəcəyik. Palıd və fındıq elə küləklə tozlanan bitkilərdir. Günəbaxan həşərat vasitəsilə çarpaz tozlanır. Buğda deməli öz-özünə tozlanır. Noxud darı öz-özünə tozlanır. Biz burada müəyyən edəcəyik. Külək vasitəsilə tozlanan palıd və fındığı. Qoz və çovdar da eyni ilə külək vasitəsilə tozlanır, lakin orada çıxdaş etdiyimiz cavablar olduğu üçün götürmədik. Davam edirik 8-ci sualımız ilə. Verilmiş sxema əsasən x ifadəsinin qiymətini tapın. Çarpaz tozlanan diploid çiçəkli bir bitki verib. Biz bilirik ki, endosperm mərkəzi hüceyrə üzərinə gələn spermdir. Mərkəzi hüceyrəmizin endospermin xromosom yığımını bizə 48 verib. Mərkəzi hüceyrəmiz 34-dürsə, biz buradan spermimizi tapa bilərik. Spermin xromosom yığımını müəyyən edəcəyik. Deməli 48-dən 34-ü çıxırıq. Bu bizə verir 14. Bizim bir spermimizin xromosom yığımı 14-dür. Rüşeym hüceyrəsinin xromosom yığımı, deməli biz bilirik ki, çılpaq toxumlar, örtülü toxumlarda endosperm mərkəzi hüceyrənin üzərinə spermi gəlməklə ziqotdan formalaşan rüşeym isə yumurta hüceyrənin üzərinə spermi gəlməklə müəyyən edilir. Əgər bizim mərkəzi hüceyrəmiz 34-ə bərabərdirsə, mərkəzi hüceyrənin xromosom yığımı diploiddir və yumurta hüceyrə mərkəzi hüceyrə nədirsə, onun xromosom yığımının yarısına bərabərdir. Deməli, bizim yumurta hüceyrəmizin xromosom yığımı olacaq 17. Spermi də 14 deyə müəyyən etmişik. Cavabımız olacaq buradan 31 A variantı olaraq müəyyən edirik. 9-cu sualımızla davam edirik. Cədvələ əsasən səhv mülahizəni müəyyən edin. Deməli, bizə cədvəldə nə verilir? Birinci, həm dişicik, həm də erkəkçilərə malikdirsə, bu iki cinsli çiçəyə malik olan bir evli bitkidir. Yalnız dişiciyə, yalnız erkəkçiyə malikdirsə, bunlar iki evli bitkilərdir. Və təbii ki, çiçəkləri də bir cinsli olacaqdır. Bir cinsli olacaq. Bunu müəyyən edəndən sonra cavabımıza keçə bilərik. Səhv mülahizəni bizdən istəyir. İkinci çiçək bir evli bitkilərdə ola bilər. Az öncə qeyd etdik ki, yalnız dişiciyə malikdirsə, deməli, burada çiçəklər bizə deyir ki, yalnız dişiciyə malikdir. Çiçəklər yalnız dişiciyə, çiçəklər yalnız erkəkçiyə malikdirsə, bu həm bir evli bitki də ola bilir, həm də iki evli bitki də ola bilər. Bir dəqiqə bunu tam aydın şəkildə qeyd edək, yanlışlıq yaranmasın. Desəydi bitkilər yalnız dişiciyə, yalnız erkəkçiyə malikdir, o zaman yalnız iki evlilər deyib keçərdik. Amma biz bilirik ki, bir evli bitkidə çiçəklər bir cinsli də ola bilir, iki cinsli də ola bilir. Bəzən olur ki, bir evli bitki həm bir cinsli çiçəyə, həm də iki cinsli çiçəyə sahib ola bilir. Bəzən olur ki, misal üçün qarğıdalı bitkisində, qarğıdalı bitkisi üzərində eyni bir bitki üzərində erkəkçik ayrı çiçəkdə, dişicik ayrı çiçəkdə yerləşə bilər. Bu bir evli bir cinsli çiçək deməkdir. Lakin bir evli iki cinsli çiçəkdə eyni bir çiçəyin üzərində həm dişicik, həm erkəkçik yerləşir. Yəni əgər bir çiçək yalnız dişiciyə, yalnız erkəkçiyə malikdirsə, bu ola bilər iki evli bir bitki də olsun. Məsəl üçün belə, iki evli bir bitki də olsa erkəkçi tam ayrı bir evin üzərində, dişici tam ayrı bir evin üzərində, yəni ayrı bir bitkinin üzərində olacaq. Yəni əgər bir bitkinin çiçəyi yalnız dişiciyə sahibdirsə, bu bir evli bitkidə də ola bilər, iki evli bitkidə də ola bilər. Bir evli bitkidə olsa, bir evli bir cinsli çiçəyə sahib bir bitkidir. İki evli bir bitkide olsa da zaten bu iki evli bitkinin bir cinsli olmaktan başka şansı qalmır. Deməli, bu bir evli bitkidə də ola bilər, iki evli bitkidə ola bilər. Baxırıq, A variantı ikinci çiçək bir evli bitkilərdə ola bilər. İkinci çiçək bir evli bitkidə ola bilər. Bəli, məsəl üçün qarğıdalı. Qarğıdalının qıça çiçək qrupu yalnız dişiciyə malikdir. Bu ola bilər.
Bir cins bir çiçek, birinci çiçek iki cinsli olabilir. Bəli, birinci çiçeğimiz aydın məsələdir. Qeyd etmiş iki cinslidir. Üçüncü çiçek bir cinsli olabilir. Bəli, burada yalnız erkekçik varsa bir cinsli olabilir. Birinci çiçek iki evli olabilir. Bu yanlış fikirdir. Birinci çiçek yalnız bir evli olacak. Bir daha bu hissənin üzerine gelmek istəyirəm ki, qaranlıq qalmasın. Eğer bizde çiçek bir cinslidirsə, bir cinsli çiçek yani ya erkekçiye ya dişiciye sahiptirsə, bir cinsli çiçek bir evli bitkide de olabilir. İki evli bitkide de olabilir. Bir evli bitkide o zaman olur ki bu şekilden görsendiği kimi eyni bir bitkinin üzerinde ayrı ayrı çiçeklerde bir cinsli çiçeği yerleşsin. İki evli bitkide de burada göründüğü gibi ayrı ayrı bitkilerin üzerinde hem belə deyək, bir bitkide yalnız erkekçi, diğer bitkide de yalnız dişiciye rast gelmiş oluruz. Ve cevabımızı müəyyən etmiş olduk buradan D variantı. Davam edirik 10-cu sualımız ilə. 5 toxumlu bir üzüm meyvəsinin əmələ gəlməsində neçə yumurtalıq iştirak edər? Deməli, üzüm sadə meyvəli bir bitkidir. Biz bilirik ki, dişiciyin yumurtalığından meyve yaranır. Yumurtalıqdan meyvə başlanğıc götürür. Yumurtacıqdan isə toxum başlanğıc götürür. Deməli, əgər şeyim hissəsində belə deyək, dişiciyin yumurtalığının daxilində bir neçə yumurtacıq varsa, misal üçün 5 toxumlu bir bitki deyirsə, bu deməkdir ki, bu meyvə 5 toxum o zaman yaranır ki, 5 yumurtacıq olsun. Deməli, bu meyvənin əmələ gəldiyi, deməli çiçəyin yumurtalığında 5 yumurtacıq olub. 5 yumurtacıqdan 5 dənə toxum yaranır. Lakin yumurtalıq sayı bir ədəddir. Oradan da meyvə formalaşır. Yadımızda saxlayırıq ki, yumurtacıqdan yaranır toxum, yumurtalıqdan yaranır meyvə. Yumurtalık daxilində eğer bir yumurtacık varsa bir toxumlu, yumurtalık daxilində eğer çoxlu sayda yumurtacık varsa çox toxumlu meyvə yaranır. Bəli, bizim bir meyvəmiz yaranacaq. Bu meyvə bir yumurtalıktan yaranacaq. Lakin bir yumurtalıq daxilində bir neçə 5 yumurtacık olduğu üçün 5 toxumlu meyvə yaranır. Yumurtalıq sayımız meyvə sayına bərabərdir. Yəni meyvə yumurtalıktan yaranır. Bizim bir yumurtalığımız olacak. Lakin yumurtacık soruşsaydı o zaman toxum sayı qədər, yəni 5 götürmüş olardım. Hansı rəqəmlə verilmiş hissədən deməli hissədən əmələ gələcək bitkinin əsas gövdəsi inkişaf edər. Hansı rəqəmlə verilmiş hissədən gələcək bitkinin əsas gövdəsi inkişaf edər. Biz bilirik ki, toxumun hissələri vardır. Üşeyim kökçüyü, üşeyim gövdəci, üşeyim tumurcuğu və ləpə yarpaqları üşeyimin hissələridir. Belə hətta bu şəkildə də sizə qeyd götürmüş olsaq, deməli toxum ibarətdir qabıq, rüşeym və endospermdən. Qabıq yumurtacığın divarından formalaşır. Rüşeym yumurta hüceyrə və spermin birləşməsindən zigot yaranır. Buradan isə rüşeym inkişaf edir. Rüşeymin hissələrinə aiddir rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu və ləpə yarpağı. Ləpə yarpağın miqdarına görə də biz əgər bir ləpə yarpağı varsa rüşeymində bir ləpəli bitki deyirdik, iki ləpə yarpağı varsa iki ləpəli bitki deyirdik. Deməli biz toxumu endospermdə mərkəzi hüceyrənin üzərinə spermi gəlməklə, yəni mərkəzi hüceyrənin spermlə mayalanması ilə yarandığını qeyd edirik. Deməli, rüşeym hissələri hansılar olur? Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu, ləpə yarpağı. Rüşeym kökçüyündən bitkinin əsas kökü inkişaf edəcək, hansı ki burada bizə 3 rəqəmi ilə verilib rüşeym kökçüyü. Rüşeym gövdəciyi bitkinin belə deyək, rüşeymin hissələrini öz üzərində daşıyır. Rüşeym tumurcuğundan isə bitkinin gövdəsi, yarpağı inkişaf edəcək. Deməli bu burada rüşeym kökçüyündən əsas kök inkişaf edəcək. Əsas kökə başlanğıc verəcək. Rüşeym gövdəciyindən hətta bir qədər yuxarıya da çəksək daha gözəl olar. Deməli, rüşeym gövdəciyi bitkinin, yəni rüşeyminin hissələrini üzərində daşıyır. Rüşeymin hissələrini üzərində daşıyır. Sanki mikroskopun ştativi kimi hissələri öz üzərində daşıyırdı mikroskopun ştativi. Bu da eyni məntiqdədir. Rüşeymin hissələrini daşıyır.
Rüşeym tumurcuğundan isə bitkinin əsas gövdəsi inkişaf edir. Bir ilə göstərilən demək tumurcuğudur. Buradan da əsas gövdə inkişaf edəcək, ümumiyyətlə gövdə və yarpaqlar inkişaf edəcək. 4 ləpə yarpağıdır. Ehtiyat qida maddəsi toplayır və 5 isə toxumun qabığı olacaq. Deməli, bu üzrə əsas gövdəsi hardan inkişaf edər? Rüşeym tumurcuğundan, yəni biri ilə göstərilmiş hissədən inkişaf etmiş olacaq. Mayalanmış mərkəzi hüceyrə, biz bilirik ki, mərkəzi hüceyrənin üzərinə spermi gəldikdə bizə endospermi verir. Cavabımızı müəyyən edirik. D variantı. 13-cü sualımızla davam edirik. Çiyələkdə hər dişicikdən bir ədəd, deməli, bizə nə verir? Boşluqlara uyğun gələn ifadələri müvafiq olaraq cədvəldə bir və ikinci sütunlarda yerləşdirin qeyd edir. Sual 13. Boşluqlara uyğun gələn ifadələr müvafiq olaraq cədvəldə bir və ikinci sütunlara yerləşdirin qeyd edir. Çiyələkdə hər dişicikdən bir ədəd, deməli, belə deyək, fındıqca meyvə inkişaf edəcək. Bütün çiçəklərdən isə mürəkkəb meyvə formalaşmış olacaq. Ümumiyyətlə çiyələk deməli mürəkkəb meyvə əmələ gətirir, mürəkkəb fındıqca meyvə əmələ gətirir, mürəkkəb meyvə əmələ gətirir daha doğrusu. O belə deyək, çiyələyin üzərində olan xırda-xırda hissəcilər isə hər biri bir dişicikdən formalaşan fındıqca meyvələrdir. Cavabımızı müəyyən edirik C variantı olaraq. 14-cü sualımızla davam edirik. Yaşıl quş mamırının ilkin cücərtisi, yaşıl quş mamırının ilkin cücərtisi bu protonema adlanır. Bir dəqiqə qeyd edək. Yaşıl quş mamırında ilkin cücərti protonema adlanır. Protonema haploid xromosom yığımına malikdir, yaşıldır, xloroplasta malikdir, fotosintez edir, avtotrofdur, təbii ki, fotosintez edir. Amma protalda anteridi arxigoni olduğu halda protonemada biz bunu görmürük. Protonema anterid və arxigoniya sahib değildir. Soğanaq və bılcıq üçün eyni olan aşağıdakı variantların hansına düzgün verilmiştir? Soğanaq deməli gövdənin yeraltı şəkil dəyişməsidir, amma bığcıq yerüstüdür. Bığcıq yerüstüdür, lakin soğanaq yeraltıdır. Hər ikisi gövdənin şəkil dəyişməsidir. Soğanaqda ehtiyat qida maddəsi toplandığı halda bu bığcıqda toplanmayacaq. 16-cı sualımızla davam edirik. Sxemə əsasən səhv fikri müəyyən edin qeyd edir. Öncə sxemimizi oxuyaq. Z diaqramda nə verilib? Mərkəzi hüceyrə mavi rənglə, sperm isə deməli, narıncı rənglə bizdə təsvir edilmişdir. X, Y və Z bitkiləri verilmişdir. Öncə bu bitkilər haqqında verilmiş məlumatları qısaca buradan qeyd edək. X bitkisində mərkəzi hüceyrənin sayı xromosom yığımı 12-yə bərabərdir. Sperminin xromosom yığımı isə 24-ə bərabərdir. Y bitkisinə baxaq. Y bitkisinin mərkəzi hüceyrəsi baxıram 8-ə bərabərdir. Sperminin xromosom yığımı isə 16-ya bərabərdir. Z bitkisi üzərindən qeyd etsək, Z bitkisinin mərkəzi hüceyrəsi 10-a bərabərdir. Lakin spermi isə 20-yə bərabərdir. Bunları müəyyən edəndən sonra cavablarımızla müvafiq gedək. Yanlış bir fikri bizdən istəyir. Deməli, baxırıq, X bitkisinin rüşeym kisəsində 84 mitoz prosesi baş vermişdir. Öncə baxıram, X bitkisinin mərkəzi hüceyrəsi, deməli, X bitkisində mərkəzi hüceyrənin sayı neçə ədəddir? 12 ədəddir.
Sperminin sayı 24 ədəddir. Y bitkisində mərkəzi hüceyrə 8 ədəddir. Sperm 16 ədəddir. Z bitkisində mərkəzi hüceyrə 10 ədəddir. Sperm isə 20 ədəddir. O zaman X bitkisində 12 mərkəzi hüceyrə varsa, bu o deməkdir ki, 12 deməli biz rüşeym kisəsindən danışırıq. Bir rüşeym kisəsinin formalaşması zamanı 7 mitoz bölünmə baş verir. Əgər 12 rüşeym kisəsinin formalaşmasından söhbət gedirsə, burada 84 mitoz baş verəcək. Burada xromosom yığımları deyil, deməli sxemdə sayılar, sadəcə sayılar təsvir edilir, yığımlar deyil. Deməli, birinci bitkimizdə X bitkisində 12 mərkəzi hüceyrə varsa 12 rüşeym kisəsi var deməkdir. Bir rüşeym kisəsi formalaşan zaman 7 ədəd mitoz gedir. 12 rüşeym kisəsi formalaşanda 84 mitoz baş verir. Bu doğru fikirdir. Gedirik B variantına. Y bitkisində yaranan mikrospor sayı dişi qamet sayına bərabərdir. Baxıram Y bitkisində deməli 8 mərkəzi hüceyrə var. O zaman 8 dişi qamət, yəni yumurta hüceyrə olacaq. Yumurta hüceyrəmin sayı 8 ədəddir. Lakin mikrospor sayına baxsaq, əgər 16 sperm bizdə qeyd olunur, biz bilirik ki, bir mikrospor 2 spermin yaranmasında iştirak edir. Əgər bizdə 16 sperm varsa Y bitkisində, demək ki, nə var imiş? 8 mikrospor var imiş. Bəli, mikrospor sayımız 8. Yumurta hüceyrəmizin sayı 8. Bu da bizim üçün olacaq. Doğru fikir. C variantı ilə davam edirik. X bitkisində mayalama nəticəsində əmələ gələn toxum sayı 12-dir. X bitkisində 12 mərkəzi hüceyrə varsa 12 rüşeym hissəsi var. 12 toxum yaranacaq. Ona görə bəli, bu doğru fikir olacaq. D-yə baxırıq. Z bitkisinin diploid dəstində 24 xromosom yığımı olarsa, rüşeym hissəsinə mayalanmadan bilavasitə əvvəl 192 xromosom yığımı olur. Rüşeym hissəsinə mayalanmadan bilavasitə əvvəl deyibsə, spermləri daxil edəcəyik. Mərkəzi hüceyrəmiz diploid. Kənarda haploid hüceyrələrimizi qeyd edirik. Haploid hüceyrələrin biri yumurta hüceyrədir. Spermlərimizi də daxil edirik. 2 ədəd də haploid sperm. Deməli, spermlərin, yəni deyək ki, Z bitkisinin diploid dəsti 24 olarsa, rüşeym hissəsində mayalanmadan bilavasitə əvvəl 192 xromosom yığımı olar. Deməli, bitkinin diploid xromosom yığımı 24-ə bərabərdirsə, haploid 12-yə bərabərdir. Bizim hal-hazırda rüşeym hissəmizdə deməli, bir rüşeym kisəsində, daha doğrusu xromosom yığımı olacaq 10. Bir rüşeym kisəmizdə xromosom yığımı 10-ə bərabərdir. Haploid yığımımız 12 olduğuna görə bir rüşeym kisəmizdə xromosom yığımı 120-yə bərabərdir. Bizə nə qeyd edir? Deyir ki, Z bitkisində diploid xromosom dəstinə malik dəsti 24 olarsa, rüşeym kisəsinə mayalanmadan bilavasitə əvvəl 192 xromosom olar. Deməli, əgər bizim diploidimiz 12, 24-ə bərabərsə, haploidimiz 12-dir. Mayalanmadan bilavasitə əvvəl bizim xromosom yığımımız 10N olacaq. N-in də qiymətini gətirib qoysaq, bu bizə 120 verəcək. Cavab burada 192 qeyd olunub. Bu yanlış fikirdir. Bir daha baxaq. Deməli 10 mərkəzi hüceyrə var. Aha. Yəni bir rüşeym kisəsi üçün bu təbii ki, burada rüşeym kisələrin sayı çox ola bilər. Mərkəzi hüceyrənin sayı burada 10 ədəddir. 10 rüşeym kisəsindən söhbət gedir bu bitki üzərində. Amma bu bitkinin bir rüşeym kisəsindən söhbət gedirsə, o zaman 120 olacaq xromosom yığımı. 192 deyilsə yanlışdır. Calaq bitkinin bir hissəsinin başqa bir bitki hissəsi ilə birləşdirilməsidir. Ümumiyyətlə, calaq deyəndə kökü torpaqda qalan hissəyə calaqaltı, bir hissəsi köçürülənə isə calaqüstü deyirdik. Başqa bir bitkinin tumurcuğu, zoğunun hər hansı bir hissəsi köçürülə bilər. Kök, gövdə və ya yarpaq çilikləri vasitəsilə çoxalmadır. Xeyr, bu çilik vasitəsilə çoxalmadır. Bitkinin budağının əyilərək üfüqi istiqamətdə torpağa bastırılması bu bastırma qələmdir. Bitkinin bir hissəsinin başqa hissəsi ilə birləşdirməsi calaq bu şəkildə deyil. Bir bitkinin deməli üzərinə başqa bir bitkidən hissə gətirib köçürülür. Yəni bitkinin bir hissəsinin başqa bir bitkiyə köçürülməsi ilə birləşdirilməsi ilə baş verir. Bu D variantı yanlış fikirdir. Cavabımızı müəyyən edirik. A bəndi. 18-ci sualımızla davam edirik. Müəyyən sayda buğda və noxud bitkilərində cəmi 20 ləpə yarpaq var. Biz bilirik ki, buğda 1 ləpəli, noxud 2 ləpəli bitkidir. Müəyyən sayda verilib bunlar və cəmi 20 ləpə yarpağına malikdir. Bu toxumların əmələ gəlməsi zamanı mayalanmada cəmi 48 hüceyrə iştirak edərsə, bu toxumların sayını müəyyən edin. Deməli, toxumların əmələ gəlməsi zamanı mayalanmada 48 hüceyrə iştirak edir. Biz bilirik ki, bir toxumun yaranması zamanı mayalanmada iştirak edir mərkəzi hüceyrə,
yumurta hüceyrə, sperm, sperm. Yəni bir toxumun yaranmasında, mayalanmada 4 hüceyrə iştirak edib. Əgər 48 hüceyrə iştirak edibsə, bizdə yaranacaq olan toxum sayımız 12 ədəddir. Demək, bizim 12 toxumumuz formalaşacaq. Və bu 12 toxumun, deməli, e, toxum buğda və noxud bitkilərinə aiddir. Deməli, buğda və noxud bitkiləri bizə verir və bunların üzərində 12 cəmi toxum var ikisi birlikdə və cəmi 20 ləpə yarpağı var. Biz bilirik ki, deməli, noxud deyək ki, buğda bitkisinin toxum sayına x desək, çünki konkret say verməyib, bərabər və s. demir. Noxud bitkisinə də y deyərik. Buğda bir ləpəlidir, ləpə sayı olacaq x. Noxud 2 ləpəlidir, ləpə yarpağı olacaq y. Deməli, bizim buradan 2 deməli tənlik müəyyən etmiş olsaq, x plus 2y cəmimiz 20-yə bərabərdir. X plus y cəmimiz də deməli 12-yə bərabərdir. Buradan deməli tərəf-tərəfə toplamış olsaq 3y-imiz bərabərdir 32-yə. Daha doğrusu tərəf-tərəfə üzrə çıxmış olsaq y-imiz bərabərdir 8-ə. Deməli bizim noxud bitkisində toxum sayımız 8 ədəd olacaq. Deməli, buğda bitkisində isə toxum sayımız olacaq 4 ədəd. Bizdən nəyi soruşur? Toxum saylarını soruşur. 4 və 8 olaraq müəyyən etdik. Bir daha üzərindən qısaca getmiş olaq. Burada deməli, bizə konkret olaraq bərabər miqdarda demir. Buna diqqət edəcəyik ki, toxumlar bərabər miqdarda deyirlər. Və buradan 2 xətti tənlik müəyyən etmiş olacaq. Yəni, sistem tənlik kimi hesablama aparmış olarıq. Deməli, necə edirik? Bizə toxum sayını, ümumi toxum sayını müəyyən etdik ki, bir toxumun yaranmasına 4 hüceyrə iştirak edirsə, 48 hüceyrə 12 toxumun yaranmasında iştirak edir. Yəni, buğda və noxud bitkilərində cəmi 12 toxum var. Ləpə yarpaqlarını müəyyən etmiş olsaq, x qədər buğdada, x qədər buğda toxumunda, x qədər ləpə yarpağı var. Amma y qədər noxud toxumunda 2y qədər ləpə yarpağı var. Sistem tənlik kimi müəyyən edib tərəf-tərəfə çıxırıq. Buradan 2y-dən y çıxdıq, 20-dən 12-ni çıxdıq, y müəyyən etdik 8. Y bizdə noxud bitkisinin toxum sayıdır. Deməli, 12-dən də 8-i çıxmaqla buğda bitkisində də toxum sayını müəyyən etmiş olduq. Buğdada 4, noxudda 8 toxum olacaq. Aşağıdakı şəkildə nəyi müşahidə edirik? Biz burada kartofun gövdə yumrusunun cücərməsini aydın məsəl ki görürük. 20-ci sualda şəkildə verilən hansı gametofit nəsildir? Deməli 7-ci sinif dərsliyində sonda birinci hissənin sonunda şəkillər, bu təsvirlər verilmişdir. Birinci protonema, ikinci sfagnom mamırı təsvir edilib, üçüncü deməli örtülü toxumlu bitkidə rüşeym kisəsini təsvir edib, dördüncü isə protaldır və bunların hamısı gametofit, yəni cinsi nəsildir. Biz bilirik ki, üzərində gametlər yaranan nəsillər cinsi nəsildir. Burada protonemanı da deməli erkək və dişi mamırlara başlanğıc verdiyi üçün cinsi nəslin içərisində qeyd edir. Dərsliyimizin sonunda verilmiş şəkildir və ona müvafiq olaraq hazırlanmış sualdır. 21-ci sualımızla davam edirik. Şəkillə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Qısaca qıcıq kimilərin inkişaf dövriyyəsini yadınıza salmaq istəyərdim. Deməli, erkək qıcımız var. Erkək qıcı deməli sporofit nəsildir. Üzərində spor yaranan nəsildir. 2 ilə işarə edilib bizdə yetkin bitki, sporofit nəsli olan erkək qıcı. Erkək qıcının yarpaqlarının altında sporangi var. Bu arada erkək qıcının bədən hüceyrəsi diploiddir, çünki ziqotdan yaranır. Erkək qıcıya aid olan yarpaq, gövdə, kökümsov, əlavə kök, yan kök, bunların hər birini sporangi, bunların hər birini diploid götürəcəyik. Sporangilər də diploiddir. Burada çoxlu sayda sporangi, burada isə tək bir sporangi təsvir edilmişdir. Deməli, yarpağın altında sporangilər var. Bu sporangilər yetişir. Sporangi daxilində sporlar yaranır. Sporanginin özü diploid olduğu halda sporangi içərisindəki spor haploiddir. Çünki meyoz bölünmədən yaranır. Sporlar, haploid olan sporlar düşürlər əlverişli mühitə cücərirlər. Cücərəndə bunlardan yaranan deməli cücərti protal adlanır. Protalın xromosom yığımı haploidə bərabərdir. Protalın altında antiridi və arxegonilər var. Antiridi erkək cinsi orqan, arxegoni dişi cinsi orqandır. Antiridinin spermatozoidləri gəlir, arxegoni mayalama suda gedir. Spermatozoidlər qamçılıdır, üzür arxegoninin xüsusi ifraz etdiyi maye ilə gəlir onu tapır və mayalama prosesi baş verir. Deməli, antirid
Antiridi spermatozoidi haploiddir. Antiridinin haploid spermatozoidi archegoninin haploid yumurta hüceyrəsini mayalandırır. Deməli, buradan mayalanmış yumurta hüceyri olan diploid zigot formalaşır. Həmin o ziqotdan protanın altında bu zigotumuzdur bizim diploid xromosom yığımına malik olacaq. Zigottan protal özü haploid olduğu halda protalın üzərində inkişaf etmiş olan deməli yetkin bitkiyə başlanğıc verəcək olan ilkin cücərti diploid olacaq. Deməli, davam edək. Sporofit nəsil yetkin bitkidir. Protal isə qametlər yarandığı üçün qametofit nəsildir. Deməli, yetkin bitki sporofit nəsildir, qeyri-cins nəsildir. Cinsi nəsil isə yəni qametofit nəsli isə protaldır. Deməli, A variantı, yanlış fikir istəyir, A variantı ilə başlayaq. İkinci sporofit nəsildir və sporları yarpaqların altında əmələ gəlib. Doğru fikirdir. Yetkin fərd sporofit nəsildir. Sporlar yarpağın altındakı sporangilərdə yaranır meyoz bölünmə nəticəsində. 5 torpağı rizoidlərlə bərkidilir. Bəli, protal deməli torpağa rizoidlər vasitəsilə bərkidilir. Doğru fikirdir və protal özü haploiddir. Hətta protalın rizoidləri də haploiddir. Bunu da nəzərimizdə saxlayaq. C variantı 2 ve 8 diploid xromosom dəstinə malikdir. 2 bizdə yetkin fərddir, 8 bizdə zigotdur. Bəli, bunların hər ikisi də diploid xromosom yığımına malikdir. D variantı ilə davam edirik. 3 və 5 haploid xromosom dəstinə malikdir. 3 sporangidir, diploiddir. 5 protaldır, haploiddir. Protala görə doğrudur haploid, amma sporangi diploid olduğu üçün yanlışımızı müəyyən edirik D variantı olaraq. 22. sualımızla devam edirik. Diploid xromosom dəstinə malik olan bir bitkinin dişiciyi, haploid, daha doğrusu spermlərində 24 xromosomu olan, yəni spermlərində biz bilirik ki, 2 spermdən söhbət gedir. Spermlərində 24 olan, deməli spermlərin hər biri olacaq 12. Yəni haploidi 12, diploidi 24 olan bir bitkidən danışır burada da. Burada erkek bitkimiz diploidi 24, dişi bitkimiz diploidi 18 olan bir bitkidir. Buna əsasən aşağıdakı ifadələrdən hansı doğru ola bilər? Alınan hibridin toxumunun endosperminin xromosom dəsti 30-a bərabər olacaq. Endospermi necə tapırdıq? Mərkəzi hüceyrənin üzərinə spermi gəlməklə. Mərkəzi hüceyrə dişi bitki nədirsə onun xromosom yığımına bərabərdir. Bədən hüceyrəsinin xromosom yığımına bərabərdir. Yumurta hüceyrə dişi bitkinin xromosomun yığımının yarısı qədərdir. Spermlər isə erkek bitkinin spermlərin xromosom yığımı, deməli erkek bitkinin xromosom yığımının yarısı qədərdir. Mərkəzi hüceyrəmiz 18, spermimiz 12, endospermimiz 30'dur. Bu doğru fikirdir. Bir şeyim kisəsində mayalamada iştirak etməyən hüceyrələrin xromosom dəsti 60 olar. Baxaq, mayalamada iştirak etmir hansı hüceyrələr? Burada mərkəzi hüceyrə və yumurta hüceyrə mayalamada iştirak edir. Lakin bu 5 ədəd haploid hüceyrə mayalamada iştirak etmir. Bizim şeyim kisəmizdə haploid yığımımız 9'a bərabərdir. 5 ədəd haploid hüceyrəmiz var. Bunların hər birinin xromosom yığımı deməli 9'a bərabər olsa ümumi mayalanmada iştirak etməyənlər 45'dir. Xromosom yığımından cəmi 60 deyirsə yanlışdır. Mayalanmada iştirak edən qametlərin xromosom dəsti 21'dir. Mayalanmada iştirak edir hansı hüceyrələr? Mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm. Lakin bunlardan qamet olanlar yumurta hüceyrə, sperm və spermdir. 2 spermimiz iştirak etmiş olacaq. Spermlərin xromosom yığımı 12. Yumurta hüceyrəmiz isə 9'dur. 24, 9 bu da bizə verir. Deməli 33. Əgər səhv hesablamadımsa 33 verir. 51 deyirsə yanlışdır. Bir şeyim kisəsində 2 qat mayalanmada iştirak edən hüceyrələrin xromosom dəsti 33'ə bərabərdir. Baxaq, 2 qat mayalanmada iştirak edir. Mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm. Mərkəzi hüceyrəmizin xromosom yığımı 18'ə bərabərdir. Yumurta hüceyrəmizin xromosom yığımı 9, spermlərimiz 12. 18 üzərinə gəlinsin. Deməli 33, bu da bizə 51 verərdi. Deməli burada sanki bunların yeri dəyişik verilmiş olub. Bizim mayalamada iştirak edənlərimizin cəmi olmalıydı 51. İştirak edən qametlərimizin cəmi olmalıydı 33. Yəni iştirak edən hüceyrə desəydi cəmimiz 51 idi. Orada mərkəzi hüceyrəni də nəzərə alardıq. Amma iştirak edən qamet deyəndə cəm 33 olardı. Burada yanlış verilib. Yerlər sanki dəyişik düşüb. Yalnız bir kimi doğrumuzu müəyyən etmiş olduq. Hansı bitkinin meyvəsinin əmələ gəlməsinə bilavə seçəcəyin gövdə mənşəli üzvü iştirak edər? Bu o deməkdir ki, belə deyək, meyvənin biz bilirik ki, meyvə
Yumurtalıktan yaranar, lakin bəzən olur ki, meyvənin yaranmasında yumurtalıqdan başqa çiçəyin digər hissələri, misal üçün çiçək yatağı da iştirak edir. Çiçək yatağı gövdə mənşəlidir. Ərik çəyirdək meyvəli bitkidir, yumurtalıqdan yaranır. Gavalı çəyirdək meyvəlidir, yumurtalıqdan yaranır. Üzüm həmçinin yenə yumurtalıqdan yaranacaq, lakin armud həm yumurtalıq, həm də çiçək yatağı inkişaf etmiş olacaq. Armud yalançı meyvələrə aiddir. Meyvənin yaranmasında həmçinin çiçək yatağı da iştirak edir. 24-cü sualımız bitki bir çiçeğinin mayalamasında iki sperm iştirak eder. Bu ne demektir? Biz dedik ki zaten örtülü tohumlu bir bitkidirsə bir toxumunda merkez hüceyrə, yumurta hüceyrə, sperm. Yani bir çiçeğin tozlanma mayalama prosesinde iki sperm iştirak edir. Eğer bir toxumdan söhbət gedirsə. Lakin eğer çox toxumlu bitkidirsə, toxum sayı qədər bu prosesi hesablayacağımız üçün o zaman onların sperm sayı daha çox olur. Yəni deyək ki, bir kələm bitkisinin üzərində 5 toxum meyvəsində 5 toxum yaranacaqsa, hər toxum üçün bu proses gedəcəyi üçün 5 toxumun bir toxumun yaranmasında 2 sperm iştirak edibsə, 5 toxumda 10 sperm olmalı idi. Yəni burada çox toxumlu meyvələri çıxırıq. Bir toxumlu meyvələrin yaranması zamanı 2 sperm iştirak edir. Çünki bir toxumun yaranmasında 2 spermdir. En qədər toxumun yaranmasında 2 vuraq en qədər sperm iştirak etmiş olacaq. Cevabımızı müəyyən etdik. Buradan 2, 3 yani C variantı. 25-ci sualımızla devam edirik. Şekilde təsvir olunan çiçeğin hansı hissəsi olmazsa mikrosporlar inkişaf etmez. Biz bilirik ki mikrosporlar tozluğun içerisinde, makrospor ise yumurtacığın içerisinde formalaşır. Eğer tozluq olmazsa mikrospor olmaz. Bu bizdə deməli bölmə 3, sınaq 2-nin izahıdır. Hər kəsə uğurlar arzu edirəm.